Cəmiyyət həyatının elə bir sahəsi yoxdur ki, qadınların fəaliyyəti olmadan orada müvəffəqiyyətlər qazanılsın, uğurlar əldə edilsin. İrqindən, dilindən və dinindən asılı olmayaraq, qadın bəşəriyyətin inkişafının bütün mərhələlərində aparıcı qüvvə olub. Mənim də yaradıcılığımda qadın mövzusu əsas mövzulardan biri olmuşdu. Mən 2021-ci ildə qadınlara həsr etdiyim bir sərgidə, sərginin də adı Qadın, Gözəllik və Tarixin Sədası adlı fərdi sərgini məhz qadınlara həsr etdim. Qadın təbiəti dəyişkən olur. O daima yeni çalarlar, yeni hiss və duyğularla zənginləşir və bu zənginlikdə şeirə, rəsmə, musiqiyə çevrilir. Qadının qəlbindən, ruhundan, ömründən, həyatına süzülən baxışları, sevgisi, günəşin günaydınları, işığın möhtəşəm, möcüzə dolu parlaqlığı həyatımıza həmişə sevgi və harmoniya bəxş edir. Bir evdə bir qadınları sevmək, onlara hörmət etmək, onlara dəyər vermək hər insanın möhtəşəm, bariz duyğusu və sevgisidir. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və xalqa, cəmiyyətə layiqli övlad kimi yetişməsi naminə qadınlar üzərinə düşən ağır yükü şərəflə daşıyırlar. Biz bunun 44 günlük vətən müharibəsi zamanı bir daha şahid olduq. Necə ki, Vəli son 8 mart təbrikində mamam başda olmaqla bütün qadınların 8 mart bayramını təbrik edirəm, mesajını, paylaşımını etdi. Mən də öz anamı, bütün Azərbaycan qadınlarının, Azərbaycan analarının, qəhrəman anaları, səmimi qəlbdən 8 mart münasibəti ilə ürəkdən təbrik edirəm, can sağlığı arzu edirəm. Qızlarımızın təhsil alması cəmiyyətdə gender bərabərliyinin, qadınların iqtisadi iştirakçılığının təmin olunması və ölkənin bütün sahələrində inkişafı baxımından xüsusi əhəmiyyətlidir. Bu danılmazdır ki, təhsilli qadın millətin gözəl gələcəyidir. Uşaqlar, bugünkü yeni mövzumuz frazeoloji birləşmələrdir. Mən özüm pedaqoqam. Qadının təhsilli olmağını ona görə həmişə önə sürürük ki, təhsilli qadın müəyyən bir çətinlikdə, yaxud hər hansı bir qərarın qəbul olunmasında, istər ailədə, istər iş sahəsində öz sözünü deyə bilir, fikrini sübut edə bilir, qərar qəbul etməkdə çətinlik çəkmir. Qadın siyasəti müstəqil Azərbaycan dövlətinin əsas prioritetlərindən biridir. Onların hüquqları həm qanunlar, həm də bir sıra məcəllələrlə təsbit olunub. Bəzi hallarda qadınlara əlavə hüquqların verilməsi insanlar tərəfindən elə başa düşülür ki, qadınların hüquqları kişilərin hüquqlarından artıqdır və bu da cinsi ayrı seçkilikdir. Amma buna əsasən qeyd etməliyəm ki, qadınların təbii fizioloji vəziyyəti nəzərə alınmaqla onlara əlavə hüquqların verilməsi bərabərliyin təmin olunmasıdır əslində. Qadınlarımızı 8 Mart Qadınlar Günü münasibəti ilə təbrik edirəm. Onlara möhkəm can sağlığı, işlərində uğurlar arzulayıram. Qadınlarımıza hüquqlarını bilməklərini və onlardan istifadə etməklərini tövsiyə edirəm. Qadınlar sadəcə həyatımızın memarları deyil, öz toxunuşu ilə dünyamızı füsunkar məkana çevirən insanlardır. Bayramınız mübarək, əziz qadınlar. Sacid Hüseynova, İlqar Məmmədov, Arzu Sadiqov, NTV Xəbər.